Bugün 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günüdür. Bu bizim birliyimizi, həmrəyliyimizi göstərən ən gözəl gündür. Biz dünyanın harasında yaşasaq da, Azərbaycanda, Türkiyədə, Amerikada ya da Avropada hamımız bir millətik, bir bayrağın övladlardır. Qəlbimizdə vətən sevgisi var. Bu sevgi bizi birləşdirir, güclü edir. Unutmayaq, birlik olan yerdə güc var. Həmrəylik birliyimizdir. Həmrəylik gücümüzdür. Həmrəylik sabahımıza inandır. Uşaqlar olaraq biz də bunu qeyd edirik və deyirik. Biz gələcəyin Azərbaycanlıyıq. Biz birliyik. Biz güclüyük. Yaşasın Azərbaycan. 31 dekabr. Həmrəyliyimiz bizi bütövlüyə qovuştursun. Həmrəyliyimiz Təbriz, Gəncə, Ərdəbil, Bakı, Şəki, Marağa, Zəncan, Lənkəran, Qəzvin, Urmiya, Naxçıvan, Sulduz, Mərən, Xoy, Quba, Maki, Salmas, Qoşaçay və bütün Azərbaycanlılar üçün mübarək olsun. Biz dünya arasında yaşasaq da ürəyimizdə Azərbaycandır. Bayrağımız bir, dilimiz bir, tariximiz bir və ən önəmlisi qəlbimiz bir. Həmrəylik gününüz mübarək.